Salam əziz uşaqlar, bugün kursumuzun fəal uşaqlarından olan Şahsənə və Tunarla sual-cavab videosu çəkəcəyik. Suallarımız nədən ibarətdir? Burada betlər var, betlərin içərisində müxtəlif mövzulara suallar var. Hərəsi fikirlərini çəkməlidir və bu suallara daha dəqiq, ətraflı şəkildə cavab verməlidir. Əgər hansınızın cavabı xoşunuza gəlsə, rəylər bölməsində yazarsınız. Buyurun, birinci xanımdan başlayaq, Şahsənə. Sualımız belədir ki, onlar aşağıya həyətə düşəndə hava qaralmışdır cümləsində əlavə işlənib ya əlavəli üzüm. İndi burada əlavəmizi birinci tapırıq. Deməli, əlavəli üzümümüz aşağıya olur, əlavəsi isə həyətə olur. Burada da həmçinin feili bağlama var, anda şəkilçisi. Buna görə biz əlavəli üzümümüzə baxmalıyıq aşağıya. Yəni, bunun əlavəli üzüm yoxsa əlavə olduğunu təyin etməliyik. Buradan biz aşağıya sözünü xəbərlə uzlaşdırırıq. Aşağıya qaralmışdır, uyğun gəlmir. Ona görə də deməli, burada əlavəli üzüm yox, əlavə işlənmiş. Əlavə. Tam şəkildə. İndi ki alırıq, bu qarışdırıq. Tunar. Üçüncü sual. Mən dağ havasını sevirəm cümləsində necə tabelli əlaqəsi işlənir? Orada yazılır. Ümumi. Mən dağ havasını sevirəm. Nə deyir şərtdə? Tabelli əlaqəsi işlənir, ümumi hansı? Ümumi hansı? Bəli, burada sevirəm, kim, mən, nəyi, dağ havasını. Yəni, xəbər, mən sevirəm, mübtəda, dağ havasını, nəyi, tamamlıq, xətətdir. Bəli. Bəli, burada tabelli əlaqəsi, burada sevirəm, kim, mən. Burada mübtəda ilə xəbər ilə uzlaşdığına görə uzlaşma əlaqəsi olacaqdır və uzlaşma əlaqəsi sağdan sola doğru gedir. Bu uzlaşmadır, uzlaşma əlaqəsi. Və uzlaşma əlaqəsi həmçinin ikinci və üçüncü növ söz birləşməsində işlənir. Burada dağ havasını, yəni dağın havasını, burada ikinci növdür və burada da uzlaşma işlənmişdir. Uzlaşma işlənir, uzlaşma. Həm də burada idarə əlaqəsi var. İdarə əlaqəsi hallar ilə birlikdə işlənir, idarə əlaqəsi. Və sevirəm, nəyi, dağ havasını, həm də idarə əlaqəsi tamamlıq ilə xəbər ilə işləndiyinə görə burada dağ havasını sevirəm, idarə əlaqəsi olacaqdır. Ümumi neçədir? Ümumi 2 dənə uzlaşma, 2 dənə idarə. Tam şəkildə ətraflı.